56 İslam ölkəsi var, müsəlman ölkəsi var. Onun 15'inin adında səhv eləmirəmsə İslam Respublikası sözü var. Amma heç birisində ali rəhbər sözü yoxdur, vilayəti fəqih prinsipi yoxdur. Amma hamısında məmurlar, dövlət adamı, əhali çox sədaqətli şəkildə dini qaydalara riayət eləyirlər. Pakistana baxın, orada şiəli nə qədər güclüdür. Mən bir dənə qərb liderin, qərb siyasətçisinin xristiyanlıqdan danışan görməmişəm. Hətta tutaq ki, Avropanın bəzi dövlətlərində, Almaniyada tutaq ki, xristiyan demokratlar, onlar da xristiyanlıqdan danışmıyorlar. Yəni, üzə vurmayıblar. Nə varsa ürəklərindədir. Yəni, şətta xristiyandılar. Kimin ki, əsr dinə aşiqsə, onun məhəbbəti qəlbindədir. Saqqalında deyil, danışığında deyil, əməlindədir. Azərbaycanlılar İranın tarixində, İranın coğrafiyasında maksimumları müəyyənləşdirən millətdir.